Əməliyyatdan sonra dəridə qalan bu cür çapıq izlərini evdə təbii yolla necə aparmaq olar? Bunun üçün dəri bərpasına dəstək olan məhsullardan istifadə etməlisiniz. Məsələn, vitamin E, aloe vera ekstratı, yalron turşusu, pantenol və kollagen tərkibli kremlər dərinin bərpasını sürətləndirərək çapığın qalınlaşmasının qarşısını alır. Ləkələrin rəngini açaraq iz görüntüsünü azaldır. Lakin adlarını sadaladığım bu məhsullar tək başına möcüzə yaratmır. Əgər siz bu məhsulları birlikdə istifadə etmək istəyirsinizsə, Nutri Anti-Streç kremindən istifadə edə bilərsiniz. Bu məhsulun tərkibində kollagen, vitamin E, yalron turşusu, aloe vera ekstratı və pantenolla yanaşı dəridəki əməliyyat izinin görünüşünü azaldan onlarla faydalı maddə var. Bu maddələr əməliyyatdan sonraki izlərlə yanaşı hamiləlik, ani çəki azalması, yaxud da ki idmandan sonra dəridə yaranan çat görünüşünü də azaldır. Dərinin daha hamar və gözəl görünməsinə dəstək olur. İstifadə qaydası səhər və axşam gündə 2 dəfə çapıq olan dərinizdə vurub masaj edirsiniz. Yəni bu qədər asan. Nutri Anti-Streç kremini isə Nutriko.az saytı, Instagram və Facebook səhifələri, həmçinin Volt və Bir Market tətbiqlərindən, eyni zamanda açıqlama bölümündə qeyd etdiyim əlaqə nömrəsi ilə sifariş verə bilərsiniz. Suallarınız yaranarsa şərhə yazın.